Sözüm Avropada və yaxud da ki, Amerikada, Kanadada yaşayan həmyerlilərimizədir. Bəzən şikayət eləyirik ki, bizi sevmirlər. Bəzən razılaşıram, soyuqqanlı ölkənin insanları da soyuqdular, məsafəlidirlər. Bu məsafə bizim, Türkiyə, Azərbaycan biz istiqanlıyıq deyil, özlərində hörmət anlayışıdır. Bəzən sual verirəm, həqiqətən neftimiz, qazımız xaricində Avropa bizi niyə istəməlidir ki? Bəzən biz gedib niyə özümüzü Avropada barbar kimi göstəririk? Deməli, bəzən videolar qarşıma çıxır və mütəmadi olaraq mənim TikTok səhifəmin bağlı olduğu ölkənin Avropa olduğuna görə Avropalılardan daha çox, yəni ki, izlənməyə alıram və qarşıma çıxan videolar məni dəhşətə gətirir. Kimsə inciməsin. Valla incisə də üstündən su içsən. Ya həyətdə oturur, ya evdə oturur, son səs musiqini qoyur. Güya bunlar zövq alırlar, əylənirlər. Ay insan, əyləncənin bir dərəcəsi var. Heç kimsəni sənin narahat eləmək ixtiyarın yoxdur. Bu ölkə azaddır, bu ölkə dinçdir, bu ölkə... Çox üzr istəyirəm. Mən Avropalı olsam sənin kimisi ilə qonşu olmaq istəmərəm. Deyil sənin kimisi ilə həmyerli olmaq. Biz niyə özümüzə hörmət qoymuruq? Biz, axı bir söz var, mən özümə evdən çıxanda hörmət qoymalıyam ki, bu mənəm. Ancaq mən ölkəni tərk eləyirəmsə, fərqi yoxdur, mən Türkiyədə yaşayıram, yaxud da ki, Avropada yaşayıram, Amerikada yaşayıram, yəni New Zealandiyada fərqi yoxdur, harada olur olsa. Amma nəticə olaraq mən həm öz adımı fikirləşməliyəm, həm də ölkəmin adını fikirləşməliyəm də. Düşünməliyəm ki, mən bir insana qarşı pis olmayım ki, deməsinlər ki, bu da Azərbaycanlıydı. Qoy yaxşı yadda qalım, desinlər ki, bəlkə bir pis Azərbaycanlı görüblər, desinlər ki, yox, eləsi varsa, beləsi də var bu ölkənin. Yəni, nəyə görə siz insanları bu qədər narahat eləyirsiniz? Evlərin bir-birindən ararlı olması sizin hər şeyi ürəyiniz istəyən kimi eləməyiniz mənasını vermir. Mən buna bu qədər əsəb keçirirəmsə, mən o səsi eşitmirəm. Bəzən fikirləşirəm ki, bu TikTokda canlı yayım açıb da, o mikrofonu əlinə alıb oxuyan, musiqi qoşub rəqs eləyən, bu səy-səy hərəkətlər eləyən insanların çox şükür ilahi. Yəni, mənim belə bir qonşularım yoxdur, mən havalanardım. Mən dəli olub dəlixanaya düşə bilərdim ki, mən kiminsə kefinə görə, əyləncəsinə görə bunları eşitməyə məruz qalım. Ayıbdır, valla ayıbdır. Özünüzü hörmət eləməyi buraxın da, heç olmasa ölkə adına, yəni bunları eləməyin. Həqiqətən ayıbdır.